6 cür qadın var ki, onlarla evlənməyin. Biri ənnənə, hənnənə, mənnənə, həddəqa, bərraqa, bir də şəddəqa. Ənnənə ənin sözündəndir, deyincən qadına deyirlər. Deyinir. Nə vaxt baxırsan şikayət eləyir. Nə vaxt baxırsan gəlir üstüvə düşür səni. Ondan evlənmə deyir. İkinci, mənnənə. Minnət eləyən, nə etmir sənə ərinə, minnət qoyur. Üçüncüsü, hənnənə. Meyl edir, meyl edən qadın. Evlənib, ərə gəlib. Bütün gün atası gildədir. Bacısı gildədir, qardaşı gildədir. Meyl edir başqa yerə. Dördüncüsü, həddaqadır. O qadın ki, nə gördü istəyir. Nə görmür, al mənə deyir. Görməmiş, əhsən, görməmiş. Uzaq olma lazımdır ondan. Beşincisi, bərraqa deyirlər. Bunun bir neçə mənası var ərəb dilində. Hansı sifətli qadındır? Hər şeyi özünkü görür. Nə deyirlər buna? Qardaşım, nə görmür deyir, mənimdir. Əl dəymə. Məsələn, evdəsən, çay içmək lazımdır, stəkan deyir, o stəkan mənimdir, əl dəymə. Ged özünkündən iç. Məsələn deyirəm. Yaxud qabı, yaxud nə olur olsun. Hər şeyi özünkü bilir. Mənimsiyir, hə. O qadından uzaq olma lazımdır. Altıncı, şəddaqa, o çox danışandır. Dayanmır. Çox danışır. Dili uzundur yəni. Belə qadın gördün, uzaq dayan. Təsəvvür edin, bir qadındır, hamısı onda var. Allah qorusun, bədbəxt oldu kişi.